Biz 2 dənə nəzəriyyə keçəcəyik. İkisi də yəni təzədir və çox rahatdır. Yəni qətiyyən narahat olmağa ehtiyac yoxdur. Birincisi Norman Webb bir dənə belə deyək də, nəzəriyyəsinin dərin bilik səviyyələri nəzəriyyəsidir. Çox yerdə siz bunu qısaca DBS olaraq görəcəksiniz. Elə baxın burada da götürüm. Gördüyünüz kimi dərin bilik səviyyələri qabağına yazıb DBS. Burada da yoldaşlar, uşaqların tapşırıqlara göstərdiyi reaksiyalara görə biz onların hansı səviyyədə olduğunu müəyyənləşdiririk. Əslində taksonomiyalardan bu səviyyələr sizə belə deyək də tanış gəlir. Səviyyələr qısaca belədir də: xatırlamadır, bacarıqlar, anlayışlardır, yəni tətbiq etmədir, strateji düşünmədir, bir də burada var genişləndirilmiş düşünmə. Arkadaşlar, bunlar idrak taksonomiyasında bizim aşina olduğumuz birinci yarı xatırlama, ikinci yarı anlama, tətbiq etmə, sonra isə yaratma. Bunlardan danışır. Yəni burada əsas məsələ odur ki, bu Norman deyir ki, biz şagirdlər ümumiyyətlə nə edir, hansı işi yerinə yetirir, bunlara fikir vermirik. Deyirik ki, biz bunlar nə qədər dərindən düşünməlidir. Yəni bu tapşırığı yerinə yetirmək üçün hansı səviyyədə olmalıdır, biz bunlara diqqət yetiririk. Və bu dərin bilik səviyyələri, yəni DBS də 4 səviyyədən ibarətdir. Ən birinci səviyyədə yoldaşlar, məlum olduğu kimi nədir? Xatırlamaq da düzdür. Biz birinci bir şey nə edirik? Əzbərləyirik, qısaca desək də, yadda saxlayırıq, xatırlayırıq. Düzdür? Yəni başa düşməsək belə, məsələn universitet dövründən bir çox fənni başa düşməsək belə, bir çox tapşırığın həllini başa düşməsək belə nə edirik? Xatırlayırıq, əzbərləyirik. Və bu belə deyək də, bilik səviyyəsinin ən ilkin mərhələsidir. Yəni məsəl üçün balaca uşaqlar belə nə edirlər? Nəyisə xatırlayırlar da. Mama deyir, uşaq da mama deyir. Bilir ki, buna mama demək lazımdır. Ata deyir, bilir ona ata demək lazımdır. Sonra da bu məktəbdə, universitetdə nə edir? Bu qaydada davam edir. Və yoldaşlar, burada gəlir birinci səviyyəmizi xatırlamadan dedik. Buna misallar ola bilər ki, baxın terminləri, anlayışları, tərifləri əzbərdən deyir. Kim, nə, harda, nə vaxt tipli suallara cavab verir. Yəni buradan biz rahat görə bilirik ki, bu nədir? İdrak taksonomiyasının xatırlama mərhələsinə oxşuyur. İkinci gəlir yoldaşlar, bacarıqlar və anlayışlar. Burada biz xatırlamaqdan bir qədər irəli gedirik. Biz bu öyrəndiklərimizi bacarıqlara tətbiq edirik, anlayırıq. Nə edirik? İdraki emal edirik. Baxın, burada da yazıb. İdraki emal. Yəni qısaca nə edirik biz? Keçirik anlamağa. Anlamaq. Yəni burada bizim belə deyək də, vəzifəmiz nədir? Bildiklərimizi şuurlu şəkildə istifadə eləmək. Burada da misallar ola bilər ki, yoldaşlar, iki personajı, iki hadisəni və iki anlayışı müqayisə etmək. Yadınıza gəlsə, idrak taksonomiyasında biz bunları necə keçmişdik? İki əsəri, iki mövzunu, iki tutaq termini nə edirdi? Müqayisə edirdi. İsimlə sifəti müqayisə edir tutaq ki. Sonra bax, qısa mətnin, qrafikin və cədvəlin əsas ideyasını müəyyənləşdirmək. Nə edirdi? Ümumiləşdirmək. Yadınıza gəlir, orada biz nədən danışırdıq? Bir mətn verirdi, ümumiləşdirib danışırdısa, bu nə olurdu? Anlamaq olurdu. Və s. Baxın, hətta niyə və ya necə tipli suallara birbaşa verilmiş cavablar da buna aiddir. Hətta yadınıza gəlirsə, idrak taksonomiyasını anlamağın sualı da bu idi. Niyə və necə? Sonra yoldaşlar, gəlir üçüncü, strateji düşünmə. Burada sadəcə yəni bir bilik kimi, başa düşülən bir məlumat kimi yadda qalmır. Artıq biz nə edirik? Burada başlayırıq strateji düşünməyə. Yəni biz bunu necə daha yaxşı tətbiq edə bilərik? Hansı üsulla daha səmərəli edə bilərik? Və ya üsullar arasında hansının daha uyğun olduğunu müəyyənləşdiririk. Verilən məlumatları təhlil edirik və s. Burada da yoldaşlar, misallar ondan ibarətdir ki, baxın fərqli mənbələri, mətn, qrafik, cədvəl və nə edir? Təhlil edərək arqument formalaşdırır. Bu daha çox hara uyğun gəlir yoldaşlar? Fikir verirsiniz? Təhlil etməyə. Təhlil etməkdə biz nə edirdik? Bizə verilən anlayışları təhlil edirdik. Kitablar ola bilər, məlumatlar ola bilər. Burada da bizə bir müəyyən məlumatlar verilir və biz onu təhlil edirik. Sonra öyrəndiyimiz mövzu əsasında sual qururuq, ona cavab tapırıq,
Ondan sonra müxtəlif fənləri, anlayışları birləşdirən layihə qururuq, təqdimat işi hazırlayırıq və s. Yəni burada nə edirik biz? Bizə təqdim olunan məlumatlar əsasında araşdırma aparıb, orada yeni bir şey qoymağa çalışırıq. Ya da onları müqayisə edirik. Bu olur nə? Təhlil etmə mərhələsinə uyğun olaraq strateji düşünmə. Burada da yoldaşlar sonra gəlir genişləndirilmiş düşünmə. Bu da idrak səviyyəsinə uyğun olaraq AITJ yaratmağa. Yəni bu dərin bilik səviyyəsinin ən üst mərhələsidir. Burada nə edir? Şagird indiyə qədər topladığı bütün bilikləri, məlumatları birləşdirərək onları tənqidi düşüncədən, yaradıcı düşünmədən keçirdir və ortaya yeni bir şey qoymağa çalışır. Burada da yoldaşlar, bu səviyyədə şagirdlər nə edir adətən? Müxtəlif mənbələrdən məlumat toplayır. Bu məlumatları təhlil edir, uyğun olanları seçir və sintez edir. Öz mövqeyini formalaşdırır. Öz mövqeyini formalaşdırmaq hissəsi aiddir artıq dəyərləndirməyə. Təhlil etməkdə başqalarının mövqeyindən çıxış eləyirdik. Filan kitabda yazana görə, filan kəsin dediyinə görə. Amma öz mövqeyimizi formalaşdırırsa, bu artıq dəyərləndirmək. Sonra işini mərhələlərə üzrə planlaşdırır, yenidən baxır və s. Burada görürsünüz yoldaşlar, biraz dəyərləndirmə ilə yaratmaq artıq qarışır. Ona görə də biz bu situasiyada fikir veririk ki, yeni bir şey ortaya qoyursa, yaratma mərhələsinə uyğun götürürük. Öz mövqeyini formalaşdırırsa, yəni hər hansı bir yeni şey yoxdur, prosta öz mövqeyi formalaşırsa, bu artıq dəyərləndirməkdir. Düzdür, bunları idrak səviyyəsindən bir qədər ayrı tuturlar. Yəni burada artıq yaratmaqdan, dəyərləndirməkdən və s. danışmırlar. Amma yenə mən nə edirəm? Uyğunlaşdırmağa çalışıram. Burada da yenə sinif layihəsi üçün biznes planı hazırlamaq, gördüyünüz kimi bir qədər yaratmağa daha uyğundur. Uzun müddətli tədqiqat layihəsini tamamlamaq, tarixi hadisələrə, müasir cəmiyyətə təsirini hər tərəfli təhlil etmək və s. Burada yoldaşlar bizim istifadə edə biləcəyimiz tapşırıqlar var ki, bu tapşırıqlar üzərində biz daha yaxşı başa düşə bilərik bunu. Məsəl üçün, birinci gəlirik iqlim dəyişikliyi mövzusunda bir tapşırıq verməyə. Birinci səviyyədə nə olacaq yoldaşlar? Şagirdlər iqlim dəyişikliklərini tərif etmək, ya nə bilim bununla bağlı nələr sadalamaq tələb oluna bilər də. Deyərəm ki, iqlim dəyişikliyinə səbəb olan səbəblər hansılardır? O da əzbərə deyəcək. İqlim dəyişikliyi nədir deyəcəm, onun bunun tərifini verəcək. Sonra gəlir ikinci səviyyədə bacarıqlar, anlayışlar, yəni biz onların anlamasını yoxlayırıq. Burada onlardan bu iqlim dəyişikliyi səbəblərini sadə dillə izah etməsini, verilmiş qrafiklər və s. şərh etməsini istəyə bilərik. Ki, görə başa düşürlərmi, düşmürlərmi? Burada məsələn verilmiş tapşırıqlardan biri deyir ki, aşağıdakı qrafikdə filan illər üzrə dünyada orta temperaturun dəyişməsi göstərilir. Qrafikə baxaraq aşağıdakıları cavablandırın. Temperatur ümumilikdə artıb yoxsa azalıb? Hansı illər arasında ən böyük artım müşahidə olunub? Bu məlumat bizə nəyə göstərir? Burada yoldaşlar gördüyünüz kimi fərqli səviyyələrə uyğun nə edir? Tapşırıqlar verir. Bu formada digər tapşırıqlara da baxa bilərsiniz. Baxın, tapşırıq 4-də məsəl üçün keçir 3-cü səviyyə. Strateji düşünmə. Tapşırıq belədir ki, aşağıdakı məlumatları nəzərə alan məktəbinizdə karbon emissiyasını azaltmaq üçün real addım-addım plan tərtib edin və öz planınızı əsaslandırın. Gördünüz? Burada artıq biz nə edirik? Bir plan qururuq, təhlil edirik nəysə. Belə yoldaşlar, əslində çox sıxıcı bir dərsdir, gördüyünüz kimi. İdrak taksonomiyası mərhələlərinə uyğundur. Digər tapşırıqlara da buradan baxa bilərsiniz. Və burada da DBS-də nəyə göstərir? Birinci xatırlama olur. Bacarıqlar, anlayışlar, strateji düşünmə, genişləndirilmiş nümunə. Yəni yoldaşlar, müşahidə etdiyiniz kimi üz aşağı getdikcə, yəni mərhələlər artdıqca nə edir? Şagirdlərin idraki bacarıqları artıq daha formalaşmış olur, daha güclü bir zehin tələb olunur onlardan. Aydındır? Yəni 4-cü mərhələyə gəlib çata bilən şagirdlər digərlərindən nə olur? İstər-istəməz daha ağıllı olur. Bura qədər yoldaşlar, hər hansı bir problem, bir sual varmı? Xeyr, müəllim. Asandır? Yox, müəllim. Çətinlik yoxdur ki? Yox. Əla. Bir dənə də çox sadə bir dərs var, onu da izah edeyim. Bir də saniyə, görüm. Buradadır. İkinci dərsimiz yoldaşlar, pedaqoji və psixoloji yanaşmalara aiddir. Bu, şəxsiyyət yönümlü yanaşmadır. Bu, Rogersin yanaşmasıdır. Bu da yeni bir belə deyək, mövzudur. Burada əsas məsələ nədir? Məsələn, bəzən şagirdlər
nəyisə səhv eləyir, tapşırığı başa düşmür, ya tapşırığı səhv eləyir. Biz neynirik bəzi müəllimlər olaraq ya da valideynlər olaraq onlara belə reaksiya göstəririk ki, "Hey, sən busan, sənin bacarığın bu qədərdir, sən bundan artıqını eləyə bilməzsən" və s. Rodgers qısaca deyir ki, belə davranmaq olmaz. Biz şagirdlərə qarşı mehriban yanaşmalıyıq, onların şəxsiyyətlərinə hörmət eləməliyik və qısaca deyir ki, bir uşağa demək ki, yəni sən bundan ibarətsən, bundan artıq ola bilməzsən və s. o uşağın həqiqətən də elə olmasına səbəb ola bilər. Amma biz desək ki, mən sənin yanındayam, gəl birlikdə eləyək, gəl mən sənə kömək eləyim və s. bu artıq neyiniyir? Uşaqlara dəstək olur. Burada uzun-uzun yazıb yoldaşlar, amma mən qısaca yəni 3 şey deyəcəm sizə. Baxın, Rodgers ortaya 3 əsas şey qoyur. Şərtsiz müsbət münasibət, empatiya və dürüstlük. Nədir yoldaşlar şərtsiz müsbət münasibət? Yəni, uşaqlara qarşı bizim yaxşı davranmağımız üçün uşaqların hər hansı bir şey eləməyinə ehtiyac yoxdur. Ay özün ağıllı aparsın, ay kimisə uşaq olsun, tərbiyəli olsun, gözəl olsun və s. yox. Project deyir ki, biz bütün tip uşaqlara eyni dərəcədə müsbət davranmalıyıq. Onların hər hansı birini digərindən artıq və əksik tutmamalıyıq. Və belə olduğu halda sinifdə nə edirik biz? Bərabər şərait yaratmış oluruq. Yəni, burada situasiya verib ki, şagirdlərdən biri testləri gözlədiyindən aşağı bal alır. Müəllim sən niyə belə zəif nəticə göstərdin demək əvəzinə belə yanaşır. Bu sadəcə bir nəticədir, sənin dəyərini göstərmir. Yəni, testdə səhv eləyə bilərsən də, bu sənin pis insan olduğun anlamına gəlmir. Gəlib birlikdə çətinlik çəkdiyin məqamları harada olduğunu tapaq. Görürsünüz, neyniyir? Müsbət yanaşır şagirdə, mənfi fokus sanmır. Situasiya 2-də də deyir ki, şagirdlərdən biri dərsdə tez-tez danışır, diqqətini toplamada çətinlik çəkir. Müəllim onu danlamaq əvəzinə deyir ki, sənin enerjin çoxdur və bu yaxşıdır. Gəl onu dərsdə daha səmərəli istifadə edək. Və nəticədə uşaq daha dəyərli olduğunu hiss edir. Bunu danışdığım digər qruplar deyirlər ki, müəllim, bu uydurmadır. Çünki uşaqlara deyir, belə yanaşsaq gülərlər bizə. Siz nə düşünürsünüz, yoldaşlar? Məncə də biraz elədir. Yəni, uşağa desən ki, sənin enerjin çoxdur, gəl bunu dərsdə daha səmərəli istifadə edək. Uşaq, məncə bizim Azərbaycandakı uşaqların əksəriyyəti deməyəcək, mən dəyərliyəm falan. Deyəcək ki, müəllim nədir? Dəlidir. Müəllim dəlidir, Ya da müəllim avamdır, mən nə istəsəm eləyə bilərəm, müəllim onsuz da heç eləmir. hə, Aydındır? Sonra yoldaşlar, ikinci gəl empatiya. Empatiya bilirik də nədir? Qarşımızdakının yerinə özümüzü qoymaq. Burada da deyir ki, müəllim tək intellektual olaraq yox, yəni sadəcə şagirdin zehni qabiliyyətini ölçərək yox, həm də onun emosional cəhətdən anlamağa, dünyanı o gözlə görməyə çalışır. Yəni ola bilər ki, şagirdin başqa bir problemi olduğu üçün dərsi başa düşməyə çətinlik çəkir. Müəllim nə etməlidir? Onu başa düşməyə çalışmalıdır. Yəni burada situasiya verib, deyir şagird deyir ki, mən bunu başa düşmürəm, çox çətindir. Müəllim deyə bilər ki, sən heç nə başa düşmürsən, demək əvəzinə, səni anlayıram, ilk dəfə çətin görünə bilər. Gəl bunu bir yerdə neyniyək? Addım-addım edək. Situasiya 2-də də bu tipli belə bir şey deyir. Yəni biz nə edirik? Şagirdləri yargılamaq əvəzinə onlara dəstək olmağa çalışırıq. Və son olaraq yoldaşlar, gəlir burada konkurentlik. Konkretliyi kimi də düşünə bilərsiniz bunu, dürüstlüyü kimi də düşünə bilərsiniz. Burada şagirdlə ünsiyyətdə deyir müəllim hər zaman səmimi və dürüst olmalıdır. Yəni belə deyək də, şagirdi həddindən artıq tərifləməməlidir, öz potensialının artıq olduğunu inandırmamalıdır. Və necə deyim, şagirdlə danışanda yalan cümlələrdən istifadə eləməməlidir. Burada məsəl üçün nümunə verib ki, şagird dərsdə sinif yoldaşına qarşı kobud davranır, müəllim bu situasiyada iki cür davrana bilər. Bir inkonkretet, yəni dürüst olmayan variant. Burada müəllim neyniyir? Daxilən əsəbləşir, amma gülümsəyib sanki heç nə olmamış kimi davranır. Sonra sinifdən kənarda şagirdə qarşı aqressiv olur və onu gizlicə cəzalandırır. Bu nə deməkdir yoldaşlar? Burada nümunə kimi göstərir ki, əgər uşaq əsəbləşmisinizsə, yəni qışqırıb bağırmadan da olsa, uşağa bunun sizi əsəbləşdirdiyini göstərin. Biz başqa bir dərslərə keçmişdik, indi tam olaraq xatırlaya bilmədim. Əgər insanların sərhədlərini tam olaraq ifadə eləməsək və onların davranışlarının bizə olan təsirini göstərməsək, neyniyəcəklər? O davranışlar özünü təkrarlayacaq. Hətta mən nümunə kimi demişdim ki, əgər birisi sizə bir zarafat eləyirsə, xoşunuz gəlmədiyi, siz ona əsəbləşdiyinizi, bunun sizə xoş olmadığını deməsəz, göstərməsəz,
Bu onun fərqinə varmayacaq və eləməyə davam edəcək. Düzdür? Və nəticədə nə olacaq? Siz gəlib bir yerdə partlayacaqsınız. O da deyəcək ki, niyə aşırı reaksiya verirsən? Həmişə eləyirdim, niyə demirdin? Və haqlı olan o olacaq. Əgər bir şey sizə əsəbləşdirirsə, xoşunuza gəlmirsə, nə etmək lazımdır? Vaxtında bunu bildirmək lazımdır. Burada da deyir ki, əgər bir davranış müəllimi əsəbləşdirirsə, bunu şagirdə hiss elətdirməlidir. Yalandan, yəni qeyri-səmimi hərəkət eləməməlidir. Onun üçün ikinci varianta baxırıq, konqrent, yəni dürüst varianta. Müəllim real hissini peşəkar şəkildə ifadə edir. Yəni qışqırmır, bağırmır və s. amma normal formada ifadə edir. Sənin bu davranışın məni və yoldaşını narahat edir. Mən istəyirəm ki, bu sinifdə hər birimiz bir-birimizi hörmətlə yanaşaq və s. Artıq burada nə olur? Şagirdə biz başa salırıq ki, qardaş, sənin bu hərəkətin bizə ləzzət eləmir. Yəni özünü normal apar. Amma birinci situasiyada, yəni biz ona dürüst olmasa, o başa düşməyəcək onsuz da yəni bizim əsəbləşdiyimizi və bu hərəkət təkrarlanacaq. Aydındır yoldaşlar. Burada da digər nümunələr var. Eyni tipli baxa bilərsiniz. Bura qədər hər hansı bir sual, hər hansı bir problem varmı?